Mən bu günlərim evlatlarımla bir yerdə ümumi liderimiz Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdik və həqiqətən də Heydər Əliyev böyük bir sərkərdədir. O, Azərbaycan xalqı üçün çox şeylər edib. Bugün Azərbaycan xalqının ayaqda durmağının səbəbi bizim ümumi liderimiz Heydər Əliyevdir. Heydər Əliyev özündən sonra böyük bir ikinci sərkərdəni Azərbaycana bəxş etdi və bizim İlham Əliyev cənabları bu günlərim Azərbaycan xalqını bütün dünyada tanıtdırıb və bütün dünyada biz bir qalib millət olaraq başımız dikdir. Biz hamımız İlham Əliyevi sevirik. Mən, ailəm, balalarım, İlham Əliyev bizim 30 il bundan öncə alınmış torpaqlarımızı qaytardı. Təbii ki, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirəm, analarımıza səbir diləyirəm. İlham Əliyev Azərbaycan xalqına elə bir qol qanat, elə bir qol açıbdır ki, biz Prezidentimizin sayəsində bugün xoşbəxt milləti, xoşbəxt xalqı. Əziz prezidentimiz, sizə can sağlığı arzuyuram. Ailənizlə, balalarınızla, evlatlarınızla, nəvələrinizlə bir yerdə. Allah Taala sizin kölgənizi bizim üstümüzdən əksik etməsin. Mehriban xanıma can sağlığı arzuyuruq. Mehriban xanım, sizi biz çox sevirik. Siz gözəl anasınız, siz gözəl xanımsınız, gözəl ailə yoldaşısınız və Azərbaycan xalqının, Azərbaycan millətinin dayağısınız. Mən sizi sevirəm. Sizin bizim üstümüzdə, bizim dövlətimizdə o qədər böyük əməkləriniz var ki, bunları sadalamaqla bitirmək olmaz. Nə yaxşı varsınız, nə yaxşı Azərbaycan xalqının sizi kimi rəhbərləri var. Prezidentimizin canı sağ olsun, Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.